Təzkirətü Şühədada gəlibdi. Deyir, İmam Hüseyin əleyhissalam şəhid olduqdan sonra iblis, məlun, şeytan xoşhallığından pərvaz elədi göylərə. Şeytan. Bütün yer üzərində dolandı. Bütün dəstəsin, şeyatini, şeytanları, ifritləri yığdı başına. Dedi, ey şeyatin, ey şeytanlar, ey mənim dəstəm. Biz bugün arzumuza çatdıq, istəyimizə yetişdik. Cəmaati cəhənnəm əhli elədik. 30 min nəfər Kərbəlada İmam Hüseyin əleyhissalamı mühasir eləyənlər və qalanları ki, bu məsələyə laqeyd idi, kömək etməyənlər və s. bu cəhənnəm əhli oldular. Arzumuza yetişdik. Amma indi növbəti işimiz budur ki, gərək imkan verməyək qalanları Hüseyin ibn Əliyə əza saxlasınlar. Onu sevsinlər. Diqqət edirsiniz. Şeytan əl çəkmir. Missiyamızı bura qədər elədik. Yaxşı, bundan sonra qutardı deyir, yox. Çünki İmam Hüseyin əleyhissalamın adı var. Şuarları var. Elə etməyək ki, bu şuarlar hallansın. İmam Hüseynin adı çəkilsin. Elə etməyək ki, insanlar Hüseyin xəttin tutsunlar. Onu sevsinlər. Ona məclis qursunlar. Ona ağlasınlar. Çünki şeytan özü çox savadlıdır və bilir. Bilir ki, kim Hüseyni dərk eləsə, ona ağlasa, əza saxlasa, o mənim düşmənim olacaq. Buna xatir bacardığınız qədər, diqqət edin, gör nə deyir, nə tapşırıq verir. Şeytan öz dəstəsinə. Deyir, bacardığınız qədər insanlarda şək şübhə yaradınız. İnsanları şəkkə, şübhəyə salınız. Ki, bu məsələdə agah ola bilməsinlər. Hüseyin ibn Əli kim idi? Ona əza saxlamasınlar, onun qiyamının mahiyyətini başa düşməsinlər, İmam Hüseyin əleyhissalamın müqəddəs hədəfləri ilə tanış olmasınlar və daim şəkkə, şübhəyə salınız ki, bu məclislər ümumiyyətlə nəyə lazımdır? Necə yazırlar, Vəhhabilər, Sələfilər, yenə başlandı. Nəyə lazımdır yenə? Bir çoxları şeytanın həmin o proqramına xidmət eləyirlər. Şəkkə şübhə salırlar insanlar ki, nəyə lazımdır o məclislər? Çünki bu məclislər onlar üçün böyük təhlükədir.